ilə tanış olaq. Azərbaycan dili dərsində şagirdlər, baxın, əsas məqamların altından yenidən xətt çəkirəm. Azərbaycan dili dərsində şagirdlər verilmiş mətni oxuyur, mətndəki köməkçi nitq hissələrini növlərinə görə qruplaşdırır və eyni zamanda mətndə işlənmiş təşbeh və metaforaları təhlil edirlər. Bu prosesdə kurikulumun hansı inteqrasiya növləri reallaşır? Gəlin sualı mətni ilə tanış olduq. Sualın izah hissəsinə keçək. Bu tapşırıqda şagirdlər eyni fənnin daxilində bir proses həyata keçirdirlər. Eyni fənnin daxilində biz bunu hardan bilirik? Mətnin başlanğıcında deyilir ki, Azərbaycan dili dərsində. Artıq burada görürük ki, Azərbaycan dili çərçivəsində, Azərbaycan dili dərsində və Azərbaycan dili fənninin çərçivəsində şagirdlər verilmiş mətni oxuyurlar, köməkçi nitq hissələrini növlərinə görə qruplaşdırır, təşbeh və metaforaları isə neyniyir? Təhlil edirlər. Hər iki mövzu Azərbaycan dili fənninə aid olduğu üçün burada başqa bir fəndən söhbət getmir, əziz müdavimlər. Çünki dərs Azərbaycan dili dərsidir. Verilmiş teorilər, köməkçi nitq hissələri və təşbeh və metaforalar, üslubiyyət və bədii dil deyə bilərik təşbeh və metaforaya. Azərbaycan dili dərsində mətn üzərində işləndiyi üçün bu bir fənnin daxilində baş verən proses kimi götürülür. Bir fənn daxilində məzmundan istifadə olunur, yəni başqa bir fənnin məzmunundan istifadə edilməyib. Burada yalnız cavabımız olacaq fənn daxili inteqrasiya. Cavabımız olacaq A variantı. İndi isə gəlin, əziz müdavimlər, digər variantlarda təhlil edək. Yalnız fənlər arası deyir B variantında. Fənlər arası niyə ola bilməz? Çünki dediyimiz kimi başqa fənnin biliyi burada istifadə edilməyib, əziz müdavimlər. Ona görə də B variantını çıxırıq. Fənlər arası və ya fənn üstü. Nə başqa fən var, nə də ümumi həyat bacarıqları burada əsas məqsəd deyil. Ona görə də C variantında çıxırıq. D-də yalnız fənn üstü deyirdi. Ümumiyyətlə fənn üstü inteqrasiya deyil bu inteqrasiya. Ona görə də D variantı da gedir. Fənn daxili və fənlər arası. Fənn daxili var, amma fənlər arası inteqrasiya yoxdur. Bəzi müdavimlər bu sualı Y variantı olaraq götürürlər. Baxın, təşbeh və metafora ənənəvi olaraq ədəbiyyat fənnində bədii təsvir vasitələri kimi öyrədilir. Amma bizim sualda deyilir ki, Azərbaycan dili dərsində, Azərbaycan dili kurikulumunda da şagirdlər mətni oxuyarkən dilin ifadəlilik vasitələrini tanıyıb təhlil edə bilirlər. Yəni bu anlayışlar Azərbaycan dili dərsində də istifadə olunur. Yəqin ki, bura qədər aydındır. Əgər burada deyilsəydi ki, ədəbiyyatda hansısa bir əsəri bədii təhlilindən söhbət gedirsə, ədəbiyyatda hansısa bir əsərin bədii təhlili aparılırsa, artıq bu olacaqdı ədəbiyyat fənninə aid inteqrasiya. Əgər sualda Azərbaycan dili dərsində mətnin dil xüsusiyyətləri təhlil edilərsə, Azərbaycan dili fənninin məzmunudur və fəndaxili inteqrasiyada hesab olunur, əziz müdavimlər. Sualda hansı fənnin adı çəkilirsə, hansı fənn verilirsə, inteqrasiyada həmin fənnə görə müəyyən edilməlidir. Bunu da yadınızda saxlayın, əziz MİQ-ə gedən müəllimlərim. Təkcə təşbeh və ya metafora sözlərini görüb, avtomatik fənlər arası götürməyiniz düzgün hesab edilmir. Bizim burada variantımız olacaq B variantı. Üzr istəyirəm.